Salam değerli əziz izləyicilərimiz. Bugünləri Binə qəsəbəsində, Savxoz arasında, Gürcüstanlar məhəlləsində sizin üçün şəxsi bir dənə yaşayışlı, mansarlı bir evin təqdimatını aparacaq. Değerli izləyicilərimiz, evimizin qiyməti videomuzun sonunda deyiləcək. Sizdən xahiş edirəm, videonu sonacan izləyin ki, tam ətraflı məlumatı biləsiniz. Evimiz 4 sotdadır. Aşağıda 3 otaqdır, bir mətbəxdir. Mətbəximiz də bir otaq sayılır, qəşəng genişdir. Təbii ki, mətbəx mebelidir, qalacaq. Yaşayışlı evdir, hal-hazırda da yaşayırlar da. Belə bir geniş koridorumuz var. Değerli izləyicilərimiz, çox qəşəng genişdir. Bu hissədə bir dənə uşaq otağıdır. Qəşəng. Hündürdür, patoloku da hündürdür. Burada bir yataq otağıdır. Və burada da 3-cü yataq otağıdır. Değerli izləyicilərimiz. Təbii ki, evimizin qonaq otağını, yuxarını fikirləşiblər. Yəni, hal-hazırda orada təmirsizdir. Keçib baxacaq yenə. Burada sanitar və sanusiya qovşağıdır, değerli izləyicilərimiz. Buradakı əldamı deyək də, əldamıdır, həm də kombi otağıdır. Dostlar, qalxırıq ikinci mərtəbəyə. Şəxsi ev axtaranların nəzərinə, bünövrəsin betonuna kimi, kəmərinə kimi qoyulubdur dostlar. Bura bizim mansarımızdır. Gördüyünüz kimi mansarımız təmirsizdir. Yəni alan özü qəşəng düzüb qoşub qonaq otağı eləyə bilər yuxarıda. Yəni evin içində bir pilləkəni düzələsidir, bir də mansarı. Keçən evin həyətindən də sizi tanış edeyim. Girişdə belə bir koridorumuzdur. Girişdə də istipoldur, hamam da istipoldur değerli izləyicilərimiz. Gazımız, işığımız da, internetimiz de hər bir şeyimiz var. Suyumuz artisan suyudur, quyu suyudur. 24 saat var. Yeni keçirik evin həyətinə. Bəli, değerli izləyicilərimiz, gördüğünüz kimi evimizin ön görünüşüdür. Mansard tipli evdir, kürsülü evdir, 5 daş. Evimizin sağı soluna keçmək olur, arkasını da keçmək olur. 4 sotdadır değerli dostlar, 4 sotdadır. Evimiz tam küçənin üstündədir. Gördüğünüz kimi tam küçənin üstündədir. Ətraf yaşayışdır. Qəşəng havası var, gözəl havası var. Qiymət 65 minə deyilir. İnşallah gəldiyinizdə yenə də real alıcı ilə danışıb razılaşmaq olar. Allah alanı satanda xeyir versin. Sağ olun, var olun.